Şahidlər salam, 17 may 2026-cı il tarixində 11-ci sinif 3-cü qruplar üçün keçirilmiş güvən sınaq 14-ün tarix sualları ilə tanış olaq. Bu PDF-in hazırlanmasında göstərdiyi dəstəyə görə Sənan müəllimə öz təşəkkürümüzü bildiririk. 31-ci suala baxaq. Əmir Teymur Azərbaycana yürüşləri dövründə. Bildiyimiz kimi Teymur Azərbaycana 3 dəfə yürüş edib. 1385-ci ildən başlayaraq yürüş 86-cı ildə Azərbaycana çatıb. 1392-ci il ikinci yürüş və 1399-1400. Baxaq variantlara. Cəlalilər Teymurlara qarşı mübarizə aparmışdı. Bu doğru cavabdır. Çünki həmin yürüşlər dövründə Azərbaycan Cəlallərin hakimiyyətinə aid idi. Əsəd döyüşündə məğlubiyyətə uğranılmışdı. Əsəd döyüşü 1410-cu ildə baş verib. Cəlallərə aiddir, amma Teymur yürüşlər dövründə deyil. Çünki Teymur 1405-də vəfat etmişdi. Uzun müddət Əlincə qalasını Teymurların hücumundan müdafiə etmişdi. Bəli, doğru cavabdır. 14 il müqavimət göstərmişdi Əlincə qalası və 1400-cü ildə tutulmuşdu. Bu da Teymurun yürüşlər dövrünə aiddir, 3-cü yürüşünə. Şirvanşahlar Kürçay sahilində Teymurlar üzərində qələbə qazanmışdır. 1405-ci ildə 1-ci İbrahimin apardığı mübarizədən söhbət gedir, amma həmin vaxt Teymur artıq vəfat etmişdi. Teymur dövlətinin müttəfiqinə çevrilmişdi. Doğrudur, elə 1-ci yürüşdə. Demək ki, Toxtamışa qarşı müttəfiq idilər və Təbrizdə Teymurlara qarşı baş vermiş üsyanı himayə etmişdi. Bu da elə 1405-ci ildə Kürçay sahilində döyüşdən söhbət gedir. İbrahimin dövrüdür və bu dövrdə Teymurun yürüşü yoxdur. Çünki Teymur artıq vəfat edib. 1A, C, 2B doğru cavabımız B variantı. Daha sonra baş vermişdir. İngilis qoşunlarının Palit döyüşündə qələbə qazanması 1356, Tudorların hakimiyyətə gəlməsi 1485, Teymurların süqutu 1507, Uqra görüşü 1480 və Konstantinopol xəsarətinin tutulması demək 1202-1204 4-cü xaç yürüşü. Daha sonra dedik ki, doğru cavabımız C variantı. Tarix proseslərinin məntiqi aracılığını tamamlayın. Səlim xan Rus qoşunlarının Şəkidən qovması. Bu 1806-cı ilə aiddir. Çünki Şəki xan Səlim xan görür ki, onunla eyni zamanda Kürəkçay müqaviləsini imzalayan demək İbrahim Xəlil xanı Ruslar öldürdülər. Mayor Lisanoviç öldürdü. Növbədə özüdür. Ona görə daha cəhd tərpənib bölgədəki yerləşdiyi Rus qoşunları buradan qovur, yəni üsyan qaldırır. Və Ruslar sonradan üstünlük ələ alıb Şəkini yenidən ələ keçirirlər və Səlim xan Qacar sarayına qaçır. İndi burada məntiq aracılığı dediyi üçün biz burada 2-yə C-ni yazarıq. Kürəkçay müqaviləsinin pozulması və Rusların bölgəni tutulmasının müvəqqəti idarə yaratılması. 2C, 4E, A variantı. Arası kəsilməyən çıxışlar nəticəsində qorxuya düşən Şah hökuməti inqilabçıların tələblərinə əməl etməyə məcbur oldu. 1906-cı avqustdan Müzəffərəddin Şah konstitusiya qəbul edilməsi haqqında fərman verdi. Bunun ardınca məclisə seçkilər keçirildi. Təbriz şəhərində seçkili orqan əncümənə yaradıldı. Əncümən qanunverici hakimiyyət orqanı idi. Demək, burada məşrutə hərəkatından söhbət gedir. Bildiyimiz kimi məşrutə hərəkatı 1905-1911-ci illərdə Cənubi Azərbaycanda olmuşdu, baş vermişdi. Mətndə bəhs olunan hərəkatın Yeni Osmanlılarla ümumi cəhət var. Yeni Osmanlılar isə 1865-ci ildə yaradılmışdı. Ortaq cəhət odur ki, hər ikisi konstitusiya uğrunda, yəni farsça desək məşrutə uğrunda və məclis, yəni parlament uğrunda mübarizə aparırdılar. Doğru cavabımız 1 və 4. İkinci James Stuartın katolik mütləqiyyət rejimini formalaşdırması mane olan cəhətlər. Bildiyimiz kimi, ikinci James 1685-1688-ci illərdə hakimiyyətdə olan sonuncu Stuartlar, sonuncu hökmdarıdır. O katolikliyi bərpa eləmək istəyirdi, amma ölkədə yəni katolikliyin bazası yox idi. Çünki artıq illər idi ki, İngiltərə Anglikan kilsəsinə tabe edilmişdi. İspaniya və Fransa katoliklik hakimi idi. Bax, bu onun əsas maneələrindən biri idi. Çünki İspaniya və Fransa bu dövr düşməndir və haliyə inandıra bilməzsən ki, sən o dinə keçəsən, katolik bərpa eləsin. Uzun müddətli parlament bu dövrdə yoxdur, bunu çıxış edirik. İkinci James katolikləri Anglikan kilsəsinə yüksək vəzifəyə təyin edə bilməməsi yox, bilməsi olmalı idi. Çünki burada yepiskopları artıq vəzifələrə təyin etdiyini bilirik. Torpaq sahiblərinin inqilab dövründə tutulan torpaqlarını itirməkdən qorxmaları, bu da doğrudur. Çünki ikinci James'i dəstəkləməlidirlər buna görə. Və həmçində əhali dini təqiblərin bərpasından qorxur. Ona görə doğru cavabımız 1, 4, 5 variantı. Eylerven diaqramı Gəncə, Şəki və Şamaxı xanlığı. Qazax şəmpiyyatı Borçalı mahallarına azad edilməsi. Bu, demək, Şəki xanı Hacı Çələbi xana aiddir. 1752 Qızılqaya xəyanətindən sonra. Ruslara qarşı Qurqovda iştirak edən 1803-cü ildə Gəncəli Cavad xandır. Qarabağ xanla mübarizə aparılması hər üçün aid xüsusiyyətdir. Belə ki, 1748 Bayat savaşında Şəki ilə Şamaxı və demək birləşərək Qarabağa yürüş eləmişdilər.
Gəncədəki 1780-83-cü illərdə Qarabağın yürüşünə məruz qalıb. Bu ortaqdır. İki hakimiyyətin mövcud olması. Bildiyimiz kimi iki hakimiyyətli xanlıqlar Gəncə və Şamaxıdır. Bu da 4-ə aid edərik. Sərkarlar sülaləsi də bildiyimiz kimi Şamaxıda idi. Məhəmməd Səid və Ağasxan qardaşları bu sülalənin nümayəndələri idi. Şamaxı xanlığına aid edək. 1B, 2A, 3E, 4D. Doğru cavabımız D variantı. 37-ci suala baxaq. 21-ci yüzillikdə Azərbaycan Respublikasının təhsil sahəsində baş vermiş yeniliklər. İlk özəl ümumi təhsil məktəbinin fəaliyyətə başlaması. Bu 2001-ci ildə açılan müasir təhsil kompleksidir. Bu doğru cavabdır. Təhsil aiddir və 21-ci əsrə aiddir. Ali məktəblər əla qiymətlərlə oxuyan tələbələr üçün prezident təqaüd verir. Bu da 2001-ci ildə başlanmışdı bu proses. Doğru cavabımız 1-2. Digərlərinə baxaq. Tələbə qəbul dövlət komissiyası 1992-ci ildə açılıb. Sonraları 2016-cı ildə bu DİM Dövlət İmtahan Mərkəzi adına qəbul edib. Ali məktəblərin 2 pilləli təhsil sisteminə, yəni bakalavr magistr sisteminə keçilməsi 93-cü ilə aiddir. Bunlar 20-ci əsrə aiddir. Təhsilə aid olsa da götürülmürük. İngiltərə Böyük Azadlıq Xəritəsinin imzalandığı il Monqollar. Bu rahat bir sualdır. Bildiyimiz kimi Böyük Azadlıq Xəritəsi 1215-ci ildə qəbul edilib və bu ildə də Şimali Çin Çingiz xan tərəfindən tutulub. Digər variantlara da baxaq. Kalka döyüşü bildiyimiz kimi 1223-cü ildə olub. Xaricim şahlarının hərbi yürüşdə 1219-21. Qaraqorun 1235-ci ildə keçirilib qurultay. İçində Yunan sahəsində 1271. Xobilayxan. Rusiyanın ilk dəfə Azərbaycan uğrunda rəqabətə qoşulması ilə nəticələndi. Bu da rahat bir sualdır. Bildiyimiz kimi Rusiya ilk dəfə 1722-23-cü illərdə Azərbaycana hücum edir Pyotrun başçılığı ilə və buna bəhanə olaraq da Hacı Davud üsyanı göstərilir. Hacı Davudun rəhbərliyi ilə baş verən üsyan, yəni Şamaxı üsyanı Rusiyanın Osmanlının Azərbaycan mübarizəsinə səbəb olur. Lüteri Almanyada böyük nüfuza sahib olan Saksoniya knyazına sığındı. Papaların cəhdlərinə baxmayaraq Lüteri onlara vermədi və Wormsdakı qurultayda da Lüter və tərəfdarlarına əleyhinə qərarlar qəbul edildi. Amma Lüterin əsərləri yandırılmaydı burada və tərəfdarlar da həbs olunmadı. Amma Saksoniya knyazı buna imkan vermədi və Lüter də bildiyimiz kimi Worms qurultayına getmir. Mətninə əsasən hansı nəticəyə gəlmək olar? Nəticə odur ki, yəni Lüter bura getmir və Saksoniya knyazına sığınır. Bu məlumat var burada. Yəni Saksoniya knyazı reformasiya hərəkatına himayə edirdi. Doğru cavabımız. 41-ci suala bax. Tarix şəxsiyyətinin orta cəhəti müəyyən edin. Bax, 3-cü Mənçövr hakimiyyət illəri 1120-1160. Axistan 1160-1196. Bunlar ata və oğuldu. Atabey Özbəkdə 1210-1225-ci illərdə sonuncu Atabey hökmdarıdır. Ortaq cəhət gürcülərə qarşı mübarizə aparmaları demək Atabey Özbəyə aid edə bilərik, amma Axistana yox, Mənçöhrə də aiddir, Axistana aid deyil. Xaricimkarlarla dostluq bu demək bu xüsusiyyət 1-ci Axistana aiddir. 12-ci yüzilliyin sonlarında hökmranlıq etmələri bu Özbəyə aid deyil. Xarici hücumlara qarşı gürcü çarada müttəfiq olmaq bu doğru cavabdır. Belə ki, 3-cü Mənçöhr 1123-cü ildə demək İraq Səlcuq Sultanı Mahmudun yürüşünün qarşısını alanda 4-cü Davidin köməyinə istifadə edir. Və sonra 1-ci Axistan da 1175-ci ildə Slavyanların yürüşünün qarşısını alanda 3-cü Georginin köməyinə istifadə edir. Özbək də 1220-ci ildə Monqollar gələndə gürcülərlə demək müttəfiq idi. Bu da doğru cavabdır ortaq cəhət olaraq. Kiçik Qanada sülh müqaviləsi imzalanması zəruri hesablanır. Bildiyimiz kimi bu müqavilə 1774-cü ildə imzalanıb və burada bu cümlə sualıdır konkret biliyə əsaslanır. Demək, burada İngiltərə, Fransa, yəni Avropa dövlətləri Rusiya təzyiq edir. Həmçinin Rusiyada üsyanlar baş vermişdi. Bu sualı variant əsasında tapmaq olar. Belə ki, məsələn, B variantı ona görə olması ki, Prut yürüşü 1711-ci ilə aiddir. Ümumiyyətlə bu dövr deyil. Və Pyotrun İsveçrəndə müharibə hazırlaşması bu demək Şimal müharibəsidir. 1700-1721 bu dövrə aid deyil. Qazalar adını müəyyən edin. Bu demək 1 Lənkəran ərazisidir. 2 Gəncədir. Yəni Yezavetpoldur. Və 3 Naxçıvan ərazisidir. Mirhəsən xan başçılığı ilə Müslüman keçərində üsyan. Bildiyimiz kimi Mirhəsən xan 1831-ci ildə Lənkəran üsyanının başçısı olub. Demək, bir ağlar. İlk pambıq təmizləmə zavodu bildiyimiz kimi Naxçıvanda açılmışdı. Hətta bunun əvvəllər illər də var idi. 1882 ində çıxarılıb bu. 3B. Qalakənd su elektrik stansiyasının inşası bu
Gədəbəy bölgəsindədir. 1883-cü ildə açılmışdı. Qəza olaraq bu Yezovetpol qəzasının ərazisidir. O da olar 2. Hətta artıq o dövrdə quberniyadır Yezovetpol. Demək 2-yə aid edə bilərik. 1990-cı illərində məhdud səlahiyyətdə şəhər özünün idarəsini tətbiq edir. Bu Şuşa idi, Şəki idi, Nuxay bölgə, Lənkəran da var idi məsələn bu. O da 1890-cı illərdə Lənkəranı götürək 1D. Və Ələkbər rəhbərliyinin rəhbərlik Qeyd Partiyası da 1905-ci ildə bildiyimiz kimi Gəncədə yaradılıb. Demək 2E. 1AD, 2CY, 3B doğru cavab E variantı. Neolit dövründə əhalinin o təxədə keçməsi səbəb oldu. Bildiyimiz kimi Neolit dövründə sənətkarlıq sahələri meydana çıxdı. Yəni duluzçuluq, toxuculuq, daş altı dəncəlanması, deşilməsi. Bunlar da əhalinin o təxədə keçməsinə əsas səbəblərdən biri idi. İndi variantlara baxaq. İlkin şəhər mərkəzləri bu Orta Tunçdur. Bunu götürə bilmərik. İnsanların qan qohumu əsasında birləşməsi bu üst paleolit dövrünə aiddir. Qədim şərq ölkələri ticarət əqlinin genişlənməsi bu son Tunc ilk dəmir dövründədir. Əkinçilik təsərrüfatının inkişafı bunu götürə bilərik. Çünki əkinçilik bu dövrdə inkişaf edib, hətta bu dövrdə yeni bir əkinçilik aləti var, toxa. Dairəvi yaşayış evlərdə bu da Eneolit dövrünün xüsusiyyətidir. Hülakü xanın Ağqoyunlu Rüstəm padşahla oxşar, Qaraqoyunlu Cahanşahdan fərqli cəhəti müəyyən edir. Klassik feodalizm dövründə hökmranlıq etmələri. Klassik feodalizm bildiyimiz ki 11-15-ci əsrləri əhatə edir. Hər üçünə aid xüsusiyyətdir. Yerli oturaq feodalların himayə olunması. Hülakü xan yerliləri yox, köçmə feodalları, yəni Monqolları himayə edirdi. Oğuz Türkmən boyları mənsup olması bu Rüstəm Paşayla Cahanşaha aid edə bilərik, amma Hülakü xana deyil. Sənətkarlardan Tamğa vergisinin toplanılması. Tamğa vergisi bildiyimiz kimi Monqollarla meydana çıxır və bu hər üçünə aid edə bilərik. Çünki 1565-ə qədər bu vergi alınıb Azərbaycanda. Bu da oxşarlıq tərbiyinə. Hərbi köçmə yanlarının arxalanmaları, bu yalnız Hülakü xanın Rüstəm Paşaha aiddir. Demək ki, Rüstəm Paşa da soyuqa paylayırdı. Demək ki, hərbi köçmə yanları arxalanırdı, onlara güvənirdi. Amma Qaraqoyunlu Cahanşahdan fərqlidir bu. Çünki Cahanşah onların müqavimətini qırmışdı. Buna nümunə olaraq da yatırılan 1459-cu ildə yatırılan üsyanları da nümunə göstərə bilərik. Sərvətçi Ağanın doğru vedbəndi müəyyən edin. Münhendə faşistlərin qiyam qaldırması demək 1923. Hindenburqun xalqı və dövləti müdafiə etmə adlı fərmanı imzalanma məzmunu. Bu 1933-dür. Yəni Hitleri kansler təyin etməsi. Bu səhvdir. 6 günlük müharibə İsrailin qələbəsi 1967, Camp David sazişi 1978. Bu üçüncü Ərəb-İsrail müharibəsindən sonra olub. Bu da oxşar deyil, uyğun deyil. Türkiyənin BMT-yə üzv olmaq istəməsi, Türk qoşunlarının Koreyada müharibədə iştirak etməsi. BMT yox. Burada NATO yazılmalıydı. NATO. Bu da səhvdir. Bildiyimiz kimi Türkiyə NATOya 1952-ci ildə demək daxil olub. Onda da 50-53-cü ildə baş verən Koreya müharibəsinin iştirakına görə. Böyük böhranın başlanması, böyük böhran Hoover hökumətinin var. Bu 1929-33-cü illərdə Herbert Hoover, ABŞ prezidentinin dövrünə aid xüsusiyyəti nəzərdə tutur. Bəli, Hoover hökuməti bu böhranın qarşısını ala bilmədi, hakimiyyətdə qala bilmədi ikinci dəfə. Mülkədarların öz hakimiyyət və mülklərindən imtina etməməsi, Sovet Rusiyasında vətəndaşlar müharibəsi başlamadı. Bu da doğru cavabdır. Bildiyimiz kimi Sovet Rusiyasında 1918-1920-ci illərdə demək vətəndaş müharibəsi gedib ağlarla qırmızılar arasında 4 və 5B variantı. Mudros barışığının axıcı ilə bağlı maddəsinə görə Əlimərdan və Topçubaşov Osmanlı dövlətinə etiraz etməsi səbəbi. Bu da bir cümlə sualıdır. 1918-in 4 noyabrında bu etiraz var Topçubaşov tərəfindən. Bu dövrdə Mudros sülhünün cümlədə verildiyi görə Mudros sülhünün bağlanmasına etiraz idi. Bununla Əlimərdan və Topçubaşov bir növ ingilislərə, Antalya dövlətə nümayiş etdirirdik. Yəni biz artıq müstəqil dövlətik ki, nəticədə Osmanlıya öz etirazımızı lazım gəlib bildiririk ki, niyə bizim ərazimizə çıxıb tərk edib gedirsiniz. Bu da doğru cavab kimi C variantı. Yəni Azərbaycan ərazisində böyükdən işğal zonasına daxil olmasına etiraz edirdi. Bu da razılaşdırılmış bir məsələ idi təbii ki, Osmanlı tərəfi ilə. 14-cü yüzün ikinci rübündə hülakilərin siyasi vəziyyətinin xarakterlikdir. 14-cü ikinci rübü bildiyimiz kimi 1326-1350-ci illər aralığıdır. Yəni rübdür, minillikdir. Bunlarla bağlı problemimiz ümid edirəm ki, yoxdur əziz şagirdlər. Varsa da demək bunlarla bağlı səhv etmirəmsə videomuz olmalıdır. Paylaşmışam. Əmir Çobanın Xorasanda baş vermiş qiyamı yatırması. Bu 1318-ci il Xorasan qiyamına söhbət gedir. Bu birinci rübə aiddir. Qızıl Ordu qoşunlarının hücumdan mübarizə mübarizə, bəli, 1335-də
Elə Əbu Səid bu döyüşdə öldürülür. Bu ikinci rivayətdir. Təbrizdə çobanlar zülmünə qarşı üsyan. Bu Məlikəşəfə qarşı 1344-cü il yürüşün üsyanı nəzərdə tutur. Doğru cavabdır. Elxanilərin varına son qoyulması 1357. Bu ikinci rüb deyil, üçüncü rübdür. Doğru cavabımız 2 və 3. E variantı. Xəritədə nömrələnmiş dövlətlərin hansına xüsusiyyət verilməmişdir? Demək, bir İngiltərədir, o dövrdən desək, Böyük Britaniyadır, adından desək. 2 Almaniyanın sağıdır, yəni şərqi Ader. 3 AFR-dir. 4 Türkiyədir. 5 isə Fransadır. İndi deyir ki, Avropa İqtisadi Birliyinə üzv olması. Avropa İqtisadi Birliyi, yəni AEB 1957-ci ildə yaranmışdır. Bildiyimiz kimi İngiltərə sonralar ona qoşulur, amma yəni 73-cü ildə amma qoşulur da, yəni belə deyək. Və Qərb dövlətlərinin iqtisadi birliyi idi. Baxsaq burada sonra Marshall Planının ABŞ-nin yardım alması. Marshall Planının əsasında Turmer Doktor's Marshall Planı Qərb dövlətlərinin bir çoxu AFR başda olmaqla Böyük Britaniya, həmçinin Yunanistan və Türkiyədə bu yardımlardan faydalanıb. Burada 2 variantı, yəni ADR hökumətinə aid xüsusiyyət yoxdur. Çünki SSR-nin dəstəyi ilə yaradılmış bir hökumətdir və o Varşava Müqaviləsi Təşkilatının üzvü idi, həmçinin Qarşılıqlı İqtisadi Yardım Şurasının üzvü idi. Yəni Avropa İqtisadi Birliyinə üzv deyildi. Doğru cavabımız 2. Atropaten hökmdarı Artabazla Albaniya hökmdarı Oroys oxşarlığı elə variantı Roma hücumlarına qarşı mübarizə. Çünki Artabaz Fraspada eradan əvvəl qalib gəlir. Oroys da eradan əvvəl 66-cı ildə Kürçay çayında döyüşdə məğlub olur. Hər ikisi orta çayda Roma ilə mübarizə aparıb. Verilənlər arasında hansı dövlətə aid məlumat yoxdur. Aşina soyuna mənsub olması. Aşina soyu bildiyimiz kimi 3 dənə dövlətdə idi. Göytürkdə idi. Aşina soyu. Xəzərdə idi. Bir də Qaraxanlıda. İndi burada Göytürk var. Getdi. Sasanlar üzərində qələbə qazanması bu Axund dövlətinə aiddir. Çünki Axsuvar xan Sasanlarla mübarizə aparıb, Firuzu da hətta məğlub eləmiş Turan taktikası ilə. Hindistanın şimal-qərbinə tabe edilməsi bu Axuna da aiddir. Qəznəlilərə də aiddir, Sultan Mahmuda. Samanlilərin ərazini bölüşdürülməsi də Qaraxanlı Qəznəliyə aid idi, 999. Uyğura aid məlumat yoxdur. 53-cü suala keçək. Xəritə sxemi üzərində yanlış məlumatlar müəyyən edin. 2020-ci ilin dekabrın 1-də Erməni tərəfindən boşaldığı Azərbaycan təbliğimiz Laçın rayonudur. Laçın. Amma xəritədə fikir verirsə, bura Kəlbəcərdir. Ona görə doğru cavab deyil. Demək, 1 yanlışdır. Türkiyə, Rusiya birgə monitorinq mərkəzi fəaliyyətə başlamışdı. Bu Ağdamda fəaliyyətə başlamışdı və Ağdam xəritədə doğru verilib. 3. Azad olunması ilə ordumuzun Şuşa üzərinə sürətli hücumuna əvvəl şərait yarandı. Bu Hadrut bölgəsidir. Hadrut. Çünki orada demək, əsas silah anbarı bazası da oradaydı və yolun üzərində idi, Şuşa gedən yolun. Hadrutda 9 oktyabr azad olunur 2020-ci ildə. Bu da doğru cavabdır. Qisas antiterror əməliyyatı həyata keçmişdi. Bu 2022-ci ilin avqustuna 3-4-nə aiddir və bu əməliyyat Kəlbəcər Laçın istiqamətində olmuşdu. Hətta Ağdərədəki müəyyən hərbi bazalarda məhv edilmişdi. Amma xəritədə biz Füzulinin göstərildiyini görürük. Bu da yanlış cavabdır. Doğru cavabımız 1 və 4. Eradan əvvəl 6-cı yüzilin sonlarında Afinada həyata keçmiş statlara aiddir. Bu Solon islahatını nəzərdə tutur. 594-cü ildə keçirilmişdi bildiyimiz kimi və borca görə qul edilən Afina azad olunmuşdur. Doğrudur. Xalq yığıncağına qanunlar müzakirə qəbul etməsi adına. Bu 6-cı əsrin sonuna yox, əvvəlinə aiddir. Demək, yox, üzr istəyirəm. Burada 6-cı əsrin sonları deyir. Mən səhv oxumuşam. Sonları deyirsə, eradan əvvəl 6-cı əsrin sonu. Demək, bu Solon islahatı nəzərə tutmur. Solon islahatı deyil. Solon islahatı olsa əvvəl yazardı. Demək 6-cı əsrin bildiyimiz kimi sonlarında tiranlığa qarşı üsyan baş verir. Tiranlığa qarşı. Və bu üsyan nəticəsində idarəçilikdə müəyyən dəyişikliklər olur Afinada. Baxaq ona. Borca görə qul edən Afina azad olmuşdu. Bu dediyim kimi Solon islahatıdır. 6-cı əsrin əvvəlidir, sonu deyil. Xalq yığıncağına müəyyən səlahiyyətlər verilir. Bəli, müzakirə edir, qanunları qəbul edir. Bu xüsusiyyət verilir və əmlakın asılı olmayan bütün vətəndaşlar xalq yığıncağına iştirak edə bilərdilər. Bu da Solon islahatına aiddir. 1-3. Və 4. Xalq yığıncağı ali hakimiyyət orqanına çevrilir. Bəli, 6-cı əsrin sonunda tiranlığa qarşı üsyanın nəticəsidir. Bax, bu 2 və 4. 7-ci yüzilin ortaları və 10-cu yüzilliyin 2-ci 10 ilində Azərbaycan tarixinin oxşarlığı, Ərəb xəlifəsinin Azərbaycan torpaqlarına qoşun yeritməsi. Doğrudur. 650-ci illərdə ərəblər Azərbaycanda idilər. Məsələn, elə Azərbaycan ərazisindən keçib Bələncərə doğru irəliləmişdilər və 10-cu yüzün 2-ci 10 illiyində də bu da demək
912-ci ildə xatırlayırsınızsa Yusif Nəbzac Ərəb xəlifəsinə demək xəzinəsinə xəracı göndərmə dayandırmışdı. O da 917-ci ildə döyüşlə nəticələnmişdi. Ərəblər nə demək? Ərəblər qoşun yeridib və hətta Yusifi də əsir almışdılar. Əməvilər sonrası bu dövrdə yoxdur. Azərbaycan şimalında feodal dövlətlərin fəaliyyət göstərməsi doğrudur. Demək, 7-ci yüzillikdə Albaniya var idi şimalda, 10-cu yüzillikdə də Şirvanşahlar dövləti var idi. Dəbil şəhərində əmirliyin mərkəzində yerləşməsi ərəblər 10-cu yüzillikdə burada yox idi ki, burada da əmirlik olar. Bu da səhv cavabdır. Xronoloji ardıcılı müəyyən edin. Alman İttifaqına son qoyulması bu Sadova döyüşündən sonradır nəticəsi, yəni 1866. Fransız ordusunun Sedanında məğlub olması 1870. Monroe doktrinası 1823. Tizi sülhü 1807. Ardıcılığa baxsaq 4, 3, 1, 2. Uyğunu müəyyən edin. Herat sülhü bildiyimiz kimi 1459-cu ildə Qaraqoyunlularla Teymurlar arasında bağlanıb. Əpər 1500, Amasya 1555. Bağdad daxil Ərəb-İraq Osmanlı'da qalıb. Amasya sülhünün şərtidir. Ağqoyunlu parçalanması rəsmiləşdirildi. Əpər sülhüdür. Əlbəttə ilə Murad Mirzə iki oğlu bölüşdürürlər ölkəni. Qaraqoyunlu və Teymurlar arasında imzalanmış biraz əvvəl dedik Herat barışıqıdır. Cahanşahla Əbu Səid arasında. Səhəv-Osmanlı müharibəsi ilk mərhələsi başa çatdı. Bu Amasya sülhünə aiddir. Və Ağqoyunlu şahslar arasında çəkmə son qoyuldu. Bu da Əpər sazişidir yenə də. Situasiya baxsaq, burada Streza konferansından söhbət gedir və soruşulur ki, 58-ci sualı mənbənin əvvəlinə qeyd olunan Almaniya atdığı addımlar hansı müqavilə şərtlərini pozurdu? Fikir versiniz, Hitler yazıb ki, burada ümumi hərbi mükəlləfiyyət, ümumi hərbi xidmət tətbiq edir, ordunun sayını artırır, hava qüvvələrini yaradacağını elan edir. Bunlar Versal müqaviləsinin şərtlərinin pozulmasıdır. 1919-da bağlanmışdı, yadımızdadırsa. Demək, iyun ayının 28-i. 59-cu suala deyir ki, mənbə və tarix nümunəsi Streza konferansında Almaniya İtaliya ilə bağlı hansı məsələ özəliyini tapmadı? Almaniya ilə bağlı odur ki, demək, burada İngiltərə, Fransa da iştirak edir və yaza bilərik ki, demək, Almaniyaya qarşı heç bir tədbir görülmədi. Yəni, sakitləşdirmə siyasəti aparırlar da, bunlar izləyirlər sadəcə İngiltərə, Fransa. Almaniyaya qarşı yaza bilərik, tədbir görülmədi. Yəni, burada nəzərə tutulmuşdu, amma edə bilmədilər. Bir də İtaliya ilə bağlı onu deyə bilərik ki, İtaliya bu dövrdə Efiopiyanı işğal eləmək istəyirdi 35-36-cı illərdə və İtaliyanın da bu işğalının qarşısı alınmadı. Demək, yaza bilərik Efiopiyanın işğalına qarşı tədbir görülmədi. Bunu da yaza bilərik İtaliyanın xüsusiyyətidir. Və nəticədə də İtaliya bir ildən sonra keçəcək Almaniyanın səhvinə, Almaniya tərəfinə və antikomiteni bağlayacaq. Mənbədə verilməyən Streza konferansı qərarlarından biri. Bildiyimiz kimi bu konferansda əsas məsələ Avstriya məsələsi idi. Bu diqqətlə baxsaq burada Avstriya məsələsindən danışılmır. Yəni mənbədə yoxdur da. Yaza bilərik ki, Avstriyanın əraziləri təminat altına alındı. Yəni müsbət cəhət bu konferansda bir dənə budur. Təminat altına alınır. Yəni qorunacağına bu İngiltərə ilə Fransa söz verir. Təminat altına alınması. Bu qədər. Nəticələrinizi rəydə qeyd eləyin. Videonu bəyənib paylaşmağı unutmayın. Sağ olun.